İnnel hamdelillah nahmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecmain əmmə bə'd. Dəyərli müsəlman bacı qardaşlarım, silsilə dərslərimizə davam edirik. İmam Buxari Rahiməllahın Əl-Cəmihus Sahih, yəni Tam Səhih adlı kitabını oxuyacaq. Biz keçən dəfə 38-ci fəsildə qalmışdıq. İmam Buxari Rahiməllah 38-ci fəsili qeyd etmişdir. Lakin bu fəsilin adını xüsusi olaraq qeyd etməmişdir. Sadəcə olaraq fəsil olaraq gətirmişdir və sadəcə 38-ci fəsil olaraq qeyd etmişdir. Və bu fəsilin altında 51-ci hədisi yəni gətirmişdir. 51-ci hədis belədir. Haddəsənə İbrahim ibn Hamza qala haddəsənə İbrahim ibn Sa'd an Salih an ibn Şihab عن عبيد الله بن عبد الله أن عبد الله بن عباس أخبره قال أخبرني أبو سفيان أن هرقل قال له. İmam Buxari Rahiməllah buyurur ki, İbrahim ibn Həmzə bizə belə söylədi. O da dedi ki, bizə İbrahim ibn Sa'd, o da Salihdən, o da İbn Şihabdan, o da Ubeydəlləh ibn Abdullahdan xəbər verir ki, Abdullah ibn Abbas demişdir ki, Abu Sufyan mənə xəbər etdi ki, Herakl ona belə demişdir. Buyurmuşdur ki, Səəltuka həl yazidun əm yanqısuna fəzəamtə ennəhum yazidun. Və Herakl Abu Sufyana deyir ki, mən səndən soruşdum ki, Muhammed sallallahu aleyhi ve sellem yanında olanlar, yəni möminlər azalırmı, yoxsa çoxalırmı? Sən dedin ki, onlar çoxalır. Və kəzəlikəl imanu hatta yetimmə. Buyurur ki, iman, yəni iman tam olunca, yəni kamil olunca iman belədir. Və səəltuka həl yərtəddu əhədun saqtatan liddinihi ba'd ən yədxulə fihi fəzəamtə ən lə. Və həmçinin mən səndən soruşdum ki, yəni onlardan biri İslam'a daxil olduqdan sonra dini xoşlamadığına görə dindən çıxan varmı, dindən dönən varmı? Sən dedin ki, xeyr. Və kəzəlikəl imanu hinə tuxalitu bəşəşəttuhul qulubə la yəsxatuhu əhəd. Buyurur ki, iman da belədir. İmanın nəşəsi qəlblərə daxil olduqda heç kəs o dindən uzaq qalmaz, yəni o dinə qəzəblənməz. Dəyərli müsəlmanlar, bu hədis çox gözəl hədisdir və bu hədisin sadəcə olaraq qısa olaraq gətirmişdir. İmam Buxari Rahiməllah yəni bu hədisi yəni çox uzun bir təsviratlı yəni şəkildə 7-ci yəni hədisdə qeyd etmişdir və kim istəyirsə bu hədisin yəni böyük formada həm eşitməyi, həm də şərhini bilməsi, bizim İslam Yaşa YouTube kanalımız var. Orada Buxari bölməsi var və orada bu bölməyə daxil olub 3-cü videoya, 7-ci hədisə baxa bilər. Yəni bu hədisin tam versiyasını və tam şərhini orada yəni qulaq asa bilər. Və bu hədisdə də yəni qısa olaraq deyim ki, yəni Herakl Abu Sufyanı çağırır və Abu Sufyandan Muhammed sallallahu aleyhi və səlləm haqqında suallar verir və Abu Sufyan da o suallara cavab verir və Herakl və Muhammed sallallahu aleyhi və səlləmin haqq olaraq yəni ortaya çıxmasını, haqq olduğunu ortaya çıxardır və onu bildirir. Və bu fəsildə yəni imanın artıb və azalmasına işarə vardır. Hansı ki İmam Buxari Rahiməllah imanın artıb və azalmasına etiqad edir. Bu fəsili İmam Buxari Rahiməllahın gətirməkdə məqsədi odur ki, yəni din özü imandır. Yəni dinin özü imandır. Bu fəsilə yəni ad verməmişdi İmam Buxari Rahiməllah. Bu fəsili adsız olaraq qeyd edir ki, sadəcə olaraq 38-ci fəsil. Alimlər deyir ki, ona görə İmam Buxari Rahiməllah bu fəsilə ad qoymamışdır ki, bu fəsil özündənki fəsilə əlaqəlidir, bağlıdır. Və İmam Buxari Rahiməllah fəsilləri uzun-uzadı etmir ki, oxucuya sıxıntılı gəlməsin, sıxıcı gəlməsin. Və bu fəsil də
yəni özündən əvvəlki olan fəslin tamamlayıcısıdır. Və sonra İmam Buxari rahimehullah 39-cu fəsli qeyd edir. 39-cu fəsil belədir. Bəbu fadli mən istəbra li dinihi. Yəni 39-cu fəsil belədir. Dininə görə şübhəli şeylərdən çəkinənin fəziləti barəsində. Yəni qeyd edirəm, yəni dininə görə şübhəli şeylərdən çəkinən kəsin fəziləti fəsili. Yəni bu fəsildə də İmam Buxari rahimehullah onu bildirmək istəyir ki, yəni bu fəsildə dini təmiz və salamat saxlamağa çalışan kəsin fəziləti haqqında açıqlama vardır. Çünki din və iman bəzən zədələnə bilər, xataya düşməklə, şübhəli şeylərə düşməklə təsirlənə bilər və Allah subhanahu wa ta'ala kimi bu şeylərdən qoruyarsa, onun kamil dininin dəlilidir. Yəni, kamil olmasına bir dəlildir. Ona görə Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Fadlul ilmi əhabbu iləyyə min fadl ibadəti və xayru dinukum əl-vara. Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Elmin fəziləti mənə ibadətin fəzilətindən daha sevimlidir. Sonra buyurur ki, dininizin ən xeylisi varadır. Yəni, şübhəli şeylərdən çəkinmək. Yəni, dininizin ən xeylisi şübhəli şeylərdən çəkinməkdir. Sonra İmam Buxari rahimehullah bu fəslin altında, yəni 52-ci hədisi qeyd edir. 52-ci hədis belədir. Həddəsənə Əbu Nuaym, həddəsənə Zəkəriyyəu an Amir, qalə səmi'du Nu'man ibn Bəşir yəqul, səmi'du Rasulallahi sallallahu aleyhi ve sellem yəqul. Buyurur ki, İmam Buxari rahimehullah, Əbu Nuaym bizə belə söylədi ki, Zəkəriyyə, o da Amirdən, o da Nu'man ibn Bəşirdən rəvayət edir ki, Nu'man ibn Bəşir deyir ki, mən Allah Rasulunun sallallahu aleyhi ve sellemin belə dediyini eşitmişəm. Allah Rasulü sallallahu aleyhi ve sellem demiştir. El-halalu beyinun vel-haramu beyinun ve beynevhuma muşabbehatun la ya'lemuha kethirun minen nas. Buyurmuştur ki, halal da bəllidir, haram da bəllidir. Bu halalla haramın arasında şübhəli olan şeylər vardır. İnsanların çoxsu bu şübhəli şeyləri bilmir. Sonra buyurur ki, sallallahu aleyhi ve sellem, فَمَنِ اتَّقَى الْمُشَبَّهَاتِ اِسْتَبْرَأَ لِدِينِهِ وَاِرْضِهِ. Sonra buyurur ki, kim şübhəli şeylərdən çəkinərsə, o dinini və irzini, yəni namusunu qorumuşdur. Sonra buyurur ki, وَمَنْ وَقَعَ فِي الشُّبْهَاتِ كَرَاعٍ يَرْعَى حَوْلَ الْحِمَا يُوشِكُ أَنْ يُوَاقِعَهُ. Buyurur ki, kim şübhəli şeylərə dalarsa, kim şübhəli şeylərə düşərsə, o qoruğun ətrafında mal qarasını otaran çoban kimi çox keçməz ki, o qoruğa düşər. Sonra buyurur ki, sallallahu aleyhi və səlləm, Ələ və innə likulli məlikin hima, Ələ innə himallah fi ardihi məharimuhu. Buyurur ki, bilin ki, hər bir hökümdarın qoruğu vardır. Hər bir hökümdarın qoruğu vardır. Və Allahın da yer üzündə qoruğu onun haram etdiyi şeylərdir. Yəni qadağ etdiyi şeylərdir. Sonra buyurur sallallahu aleyhi və səlləm, Ələ və innə fil cəsədi mudğa, İzə salahət salahəl cəsədu kullu və izə fəsədət fəsədəl cəsədu kullu ələ və hiyəl qalb. Buyurur ki, bilin ki, bədəndə bir ət parçası vardır. Əgər o ət parçası yaxşı olarsa, bütün bədən yaxşı olar. Əgər o ət parçası korlanarsa, bütün bədən korlanar. Və diqqət edin, bu ət parçası yəni qəlbdir. Və bu da dəyərli müsəlmanlar, yəni bu da möhtəşəm bir hədislərdəndir. Və bu hədis çox önəmli hədislərdən biridir. Abu Davud Əs-Sicistani rahimehullah demişdir ki, bu hədis sünnənin əsaslarını ehtiva edən 4 hədisdən biridir. Abu Abbas Əl-Qurtubi rahimehullah demişdir ki, əgər alimlər bu hədisin başlanğıcından sonuna qədər dərindən düşənərək baxsaydılar, şəriət elmlərinin həm zahiri, həm batinini bu hədisdə cəm olduğunu
görərdilər. Və hədisdə nə gəldi, dəyərli qardaş və bacılarım? Hədisdə gəldi ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, halal da bəllidir, haram da bəllidir. Bu halalla haramın arasında şübhəli şeylər vardır. Və bir çox insanlar onu bilmirlər. Və böyük sahabələrdən olan Abdullah ibn Məsud radiyallahu anhu demişdir ki, bir vaxt vardır ki, bizdən soruşmazdılar. Yəni bizdən din barəsində soruşmazdılar. Və biz o səviyyədə deyildik. Allah elə təqdir etdi ki, məni siz gördüyünüz səviyyə çatdırdı. Sizdən bir məsələ barəsində soruşsalar, Allahın kitabına baxın. Əgər Allahın kitabında olmazsa, Allah Rasulunun sallallahu aleyhi və səlləm sünnəsinə baxın. Əgər Peyğəmbərin sünnəsində yoxdursa, müsəlmanların icmasına baxın. Orada da yoxdursa, öz elmi rəyinlə ictihad et. Yəni öz elminlə rəyinlə ictihad et. Bu yəni elm əhlinə aiddir, alimlərə aiddir. Öz elmi rəyinlə ictihad et. Qorxuram, çəkirəm deməyin. Halal da bəllidir, haram da bəllidir. Onların önündə şübhəli şeylər vardır. Şübhəli olan şeyləri tərk et və şübhəli olmayan şeylərə yönəl. Abdullah ibn Məsud radiyallahu anh bizə gözəl bir qayda verir. Nə qaydası verir? Yəni insan ilk öncə nəyə baxmalıdır? Allahın kitabına baxmalıdır. Sonra Allah Rasulunun sallallahu aleyhi və səlləm sünnəsinə baxmalıdır. Sonra da müsəlmanların icmasına baxmalıdır. Sonra bundan sonra da hər hansı bir alim öz ictihadı ilə ictihad etməli və şübhəli şeylərdən çalışdığı qədər uzaq durmalıdır. Həm də ki, sıravi müsəlmanlar da şübhəli şeylərdən uzaqlaşıb, şübhəli olmayan şeylərə yönəlməlidir. Və daima da sıravi müsəlmanlar şübhəli şeylər qarşısına çıxanda elm əhlindən soruşmalıdır. İmam Nəvəvi rahimehullah buyurur ki, şəriətdə olan şeylər 3 qismə bölünür. Birinci qism halal olan şeylərdir. Yəni halallığı aydın olan şeylər. Nədir onlar? Misal olaraq çörəkdir, baldır, meyvədir. Və ikinci olan şey isə nədir? Haram olan şeylərdir. Misal haramlığı açıq aydın olan şeylər. Misal olaraq araqdır, donuz ətidir, axıdılan qandır. Və üçüncü olan şey isə şəriətdə şübhəli olan şeylərdir ki, halallığı və haramlığı bilməyən olan şeylərdir. Bunu da çox insan bilmir və bunun hökmünü nədir? Alimlər bilir. Alimlər də onu Quran və sünnə ilə, qiyas ilə və müəyyən üsullarla onu bilirlər. Ona görə də bizim üzərimizə düşən nədir? Bu şeyləri alimlərdən soruşmaq lazımdır. Elm əhlindən şübhəli şeylər soruşmaq lazımdır. Və insanın bir şeyə bu halaldır, bu haramdır deməsi elmsizcəsinə, elm olmadan deməsi çox təhlükəlidir. Çox təhlükəlidir. Çox təəssüflər olsun ki, bu günümüzdə bəzi müsəlmanlar var, elmsizcəsinə, elmi olmadan nə deyir? Deyir ki, bu halaldır, bu haramdır, bu icazəlidir, bu icazəli deyildir. Bu çox təhlükəlidir, bu çox xətadır. Əbu Hafs rahimehullah demişdir ki, Uca Allah Nəhl surəsinin 116-cı ayəsində buyurur ki, وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَذَا حَلَالٌ وَهَذَا حَرَامٌ. Uca Allah buyurur ki, dilinizin yalana alışdığından dolayı Allaha qarşı yalan uydurmaq üçün bu halaldır, o haramdır deməyin. Bu ayə onun göstərir, dəyərli qardaşlar və bacılarım. İnsan elmsizcəsinə bu halaldır, bu haramdır deməməlidir. Çünki bu çox təhlükəli bir şeydir. Bu ayə insanlara rəyləri ilə fətva verən pis alimlər haqqında emişdir. Və Ətə rahimehullah buyurmuşdur ki, din rəyə əsaslanmır. Yəni din rəyə əsaslanmır. Din eşitməyə, yəni Quran və sünnəyə əsaslanır. Yəni din Quran və sünnəyə əsaslanır. Sonra buyurur ki, rahimehullah, müsəlmanın üzərinə düşən odur ki, birinci Allahın kitabına baxmalıdır. Sonra Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsinə baxmalıdır. Sonra isə sahabələrin icmasına baxıb, sahabələrin icmasına tabi olmalıdır. Və Ömər radiyallahu anhu, bilirsiniz, müsəlmanların ikinci xəlifəsi, böyük sahabə Ömər radiyallahu anhu, xilafəti dövründə bir qaziyə, Sureyh adlı bir qaziyə məktub yazır, Ömər radiyallahu anhu. Və o məktubunda belə deyir, həmin qaziyə. Deyir ki, sənə Allahın kitabından olan bir ayə gəlsə, onunla hökm ver. Kişilərin sözləri səni ondan yayındırmasın. Allahın kitabından olmayan şey sənə gələrsə, Allah Rasulunun sallallahu aleyhi ve sellem sünnəsinə bax və onunla hökm ver.
Əgər orada da olmazsa, müsəlmanların icmasına bax və onu götür. Allahın kitabında, Peyğəmbərin sünnəsində olmazsa, səndən əvvəl heç kəs bu barədə danışmayıbsa, iki şeydən hansını istəyirsən, onu seç. İstəyirsən rəyinlə ictihad et, irəli get. Ya da istəyirsən ehtiyat edərək geri çəkil. Sonra Ömər radiyallahu anhu həmin qaziyə deyir ki, mən sənin ehtiyat edərək geri çəkilməyini xeyirli görürəm. Və bu hədisdən, yəni biz onu, bu Ömər radiyallahu anh bu sözü bizə nə göstərir ki, yəni bu sahabələrin sözü onu göstərir ki, biz ilk öncə nəyə baxmalıyıq? Allahın kitabına baxmalıyıq, sonra Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə baxmalıyıq və sonra sahabələrin, müsəlmanların icmasına baxmalıyıq və sonra həmçində yəni alimlərə geri dönüş etməliyik, yəni elm əhlindən soruşmalıyıq. Və bu hədisin bu hissəsindən nə fayda götürürük? Yəni, hansı hədisin hansı hissəsi? Dedi ki, halal da bəllidir, haram da bəllidir. Halalla haramın arasında şübhə olan şeylər var. Bunu bir çox insanlar bilmir. Bu hədisin bu hissəsindən o fayda götürür ki, müsəlman halal yeməyə və haramdan uzaq durmağa həris olmalıdır. Və Əbu Abbas Əl-Qurtubi rahimehullah demişdir ki, əməlləri və qəlbləri düzəldən halal yeməkdir. Haram yemək və şübhəli şeyləri yemək qorxulur ki, insanın, müsəlmanın əməlləri qəbul olmasın, duaları qəbul olmasın. Bəli, dəyərli müsəlmanlar, əməllərin qəbul olunmamasının və duaların qəbul olmaması ən böyük səbəblərdən də biri insanın haram yeməsi və şübhəli şeylər yeməsidir. Uca Allah öz kitabında buyurur ki, İnnəmə yətəqəbbəlullahu minəl muttaqin. Uca Allah buyurur ki, Allah salih əməlləri yalnız müttəqi kəslərdən qəbul edir. Yəni Allahdan qorxan, haram yeməklərdən, yəni şübhəli şeylərdən çəkinən müttəqi qullardan qəbul edir. Həmçində Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, uzun müddət səfərdə olan, saçı dağınıq, üstü toz torpaqlı bir kişi əllərini göyə açaraq, ey Rəbbim deyərdi. Onun yediyi də haram, içdiyi də haram, geyindiyi də haram. O haramla bəslənmişdir. Onun duası necə qəbul olunsun? Və bu da göstərir ki, dəyərli müsəlmanlar, insanın əməllərin qəbul olunmamasının və duanın qəbul olunmasının ən böyük səbəblərdən də biri haram yeməkdir və şübhəli şeylərə yeməkdir. Və sonra bu hədisin davamında Allah Rasulü sallallahu aleyhi ve sellem buyurdu ki, kim şübhəli şeylərdən çəkinərsə, dinini və irzini, namusunu qorumuşdur. Yəni, hədisdə gəldi ki, kim şübhəli şeylərdən çəkinərsə, yəni bu şübhəli şeylərdən çəkinməyin və uzaq durmağın, yəni şübhəli şeylərdən çəkinməyin, şübhəli şeylərdən uzaq dayanmanın vacib olmasına dəlalət edir. Ki, insan vacibdir ki, şübhəli şeylərdən çəkinsin. Niyə görə? Hədisdə zikr olunan iki şeyə görə. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və irzini, namusunu qorumuşdur. Yəni, dini üçün təmizlik və salamatlıq tələb etmişdir. İrzi üçün salamatlıq tələb edildikdə insanların təni etməsindən salamat olar. Ağıllı insana yaraşan odur ki, yəni dinini zədələyən, imanını zəiflədən, insanlar arasında qınağa səbəb olacaq şeylərdən uzaq dayansın. Və qul bunun həqiqətinə çatmaq üçün, yəni haram şeylərə maniyə qoymaqdan ötürü, yəni haram şeylərə maniyə qoymaqdan ötürü bəzi halal qapıları tək etməlidir. Necə ki Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, aranızda harama qarşı halaldan bir örtük, sət götürün. Söz yəni qoyun. Yəni insan əgər bir şübhəli bir şeydirsə, qabağına bir şübhəli şey çıxıbsa, ola bilər ki, halal bir şeydir. Lakin nədir? Harama mane olmaq üçün onu tərk edir. Ola bilər halaldır, lakin onu tərk etdiyə görə o harama düşmən qorxusuyla onu tərk edir. Və necə ki, bəzi sahabələr bu barədə nə demişdilər? Bəzi sahabələr deyirlər ki, biz harama düşmək qorxusundan 70 halal qapını tərk edərdik. Həmçinin Ömər radiyallahu anhu deyir ki, biz ribaya, yəni sələmə, faizə, ribaya düşmək qorxusundan 10 halaldan, yəni 10 halaldan 9'unu tərk edərdik. Həmçinin də İbn Ömər radiyallahu anhuma deyir ki, mən harama çatmamaq üçün haramla öz arama halaldan bir sədd qoymağı sevirəm.
Və həmçinin Həssan ibn Əbu Sinan rahimehullah demişdir ki, vara qədər, vara dedik ki, nədir? Şübhə olan şeylərdən çəkinmək. Vara qədər asan bir şey yoxdur. Səni narahat edən bir şey olarsa, onu tərk et və yəni sənə narahat etməyən şeylərə yönəl. İbn Teymiyyə rahimehullah demişdir ki, vara, yəni şübhəli şeylərdən çəkinmək, vara dinin əsas prinsiplərindəndir. Yəni əsas qaydalardandır. Və sonra hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm dedi ki, kim şübhəli şeylərə dalarsa, düşərsə, mal qarasını qoruğun kənarında oturan çoban kimi çox keçməz o qoruğa düşər. Bu hədisdən gəldi, kim şübhəli şeylərə dalarsa, yəni şübhəli şeylərə düşərsə, yəni haramlara düşərsə, şübhəli şeylərə düşərsə, yəni haramlara düşərsə. Niyə görə? Çünki şübhəli şeylər haram şeylərin örtüyü və hicabıdır. Haram şeylərin örtüyü və hicabıdır. Və əgər müsəlman bir qul şübhəli şeylərə daxil olarsa, artıq haramların örtüyünü və hicabını yırtmışdır. Hicabı, yəni bu haramların örtüyünü və hicabını nə etmişdir? Yırtmışdır. Və sonra Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, hədisdə, bilin ki, hər bir hökmdarın qoruğu vardır. Hər bir hökmdarın qoruğu vardır. Qoruq nədir? Qoruq, yəni qadağan olmuş bir arazidir. Qoruq qadağan olmuş bir arazidir. Yəni hər bir hökmdar öz zamanında hansı bir arazilər özü üçün qoruq götürərdi. Və insanların ora, yəni çobanın, malqaranın ora daxil olmasına qadağa edərdi. Hər hansı bir çoban malqarası ilə ora o qoruğa daxil olardısa, hökmdar dərhal onu cəzalandırardı və cəza verərdi. Beləcə də şübhəli şeylərə nəfsini yaxınlaşdırarsa bir kəs, nəfsi onu haramlara düşməyə vadar edəcəkdir. Şübhələr insanı özünə doğru çəkən tələlər kimidir. Kim özünü onlara buraxarsa, yəni şübhəli şeylərə buraxarsa, o şübhəli şeylər onu sürükləyib, aparar günaha salar onu. Sonra hədisdə də davamında gəldi ki, bilin ki, Allahın yer üzündə olan qoruğu onun haram etdiyi şeylərdir, yəni qadağan etdiyi şeylərdir. Yəni Allah bəzi şeyləri öz qullarına qadağan etmişdir, onu nə etmişdir? Yəni yasaklamışdır. Və sonunda hədisin sonunda Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi: diqqət edin, bədəndə bir ət parçası vardır. Əgər o ət parçası yaxşı olarsa, bütün bədən yaxşı olar. Əgər o ət parçası korlanarsa, bütün bədən korlanar. Və diqqət edin, bu ət parçası qəlbdir. Bu hədisin yəni son hissəsidir. Və bu hədisin bu hissəsində nə işarə var? Nə işarə var? Ona işarə vardır ki, şübhəli olan şeylər insanın qəlbinə təsir edir. Və insan Allah qatında, Allahın yanında ona ən çox fayda verən şey, bilirsinizmi nədir ey müsəlmanlar? İnsanın, yəni Allah qatında ən fayda verəcək şey onun sağlam qəlbidir. Yəni sağlam qəlb ilə Allahın qarşısına çıxmasıdır. Və yəni uca Allah öz kitabında buyurur ki: "Yevme la yenfa'u malun ve la banuna illa men atallaha bi qalbin salimin." Buyurur ki, uca Allah o gün nə var dövlət, nə də oğul uşaq fayda verər. Ancaq sağlam bir qəlblə Allahın huzuruna gələnlərdən başqa. Bu ayə onu göstərir ki, insana fayda verəcək şeylərdən də ən üstünlərdən biri nədir? Yəni insanın sağlam qəlb ilə Allahın qarşısına çıxmadır. Və müsəlman daima qəlbinin sağlamlığına çalışmalıdır. Və Allah Rasulü sallallahu aleyhi və səlləm daima bu duanı edərdi. Hansı duadır? Deyərdi ki, Allahumma inni əs'aluka qalbən səlimən və lisanən sadiqan. Buyurardı ki, Allahım səndən sağlam qəlb və doğru danışan dil istəyirəm. Və digər başqa, yəni namazlarda digər belə dua edərdi ki, daima dua edərdi ki, ya muqallibəl qulubi fəbbit qalbi alə dinin. Deyərdi, ey qəlbləri çevirən Allahım, qəlbimi din üzərində sabit et. Və Ummu Sələmə radiyallahu anhə deyir ki, mən həmişə Allah Rasulunun sallallahu aleyhi ve sellem bu duanı çox etdiyini gördüm. Və bir gün Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən bunun barəsində soruşdum ki, ey Allahın Rasulü, mən sizin daima bu cür dua etdiyini görürəm. Ki, ey qəlbləri sevirən Allahım,
qəlbimi din üzərində sabit et. Bu sizi bu duaya təşviq edən şey nədir? Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, elə bir Adəm övladı yoxdur ki, onun qəlbi Allahın iki barmağı arasında olmasın. Allah istəsə onu sabit edər, istəsə onu büdrədər. İbn Rəcəb rahimehullah buyurur ki, qulun əzalarının islahı, haramlardan uzaq dayanması, şübhəli şeylərdən çəkinməsi yalnız qəlbinin islahından asılıdır. Əgər qəlb islah olarsa, qəlb sağlam olarsa, içində yalnız Allah sevgisi olarsa qəlbdə yalnız Allahın sevdiyi şeylər olarsa və Allahın qadağından qorxmaq olarsa, onda onun bütün əzaları, həmin insanın əzaları islah olar. Və nəticədə insan bütün haramlardan və şübhəli şeylərdən uzaq dayanar. Əgər qəlb xarab olarsa, nəfsi istəklər onu hakim gələrsə, onda bədənin bütün üzvləri günahlara yönələr, haramlara, şübhələrə tərəf qaçar. Və bu səbəbdən də deyilir ki, qəlb bədənin padşahıdır. Qəlb insanın bədəninin padşahıdır. Qalan üzvlər isə nədir? Onun əskərləridir. Yəni qəlb padşahdır, hökmdardır və bütün üzvlər isə onun əskərləridir. Və əskərlər daima hökmdara tabidirlər. Və bu hədisin bu hissəsindən biz nə götürürük dəyərli müsəlmanlar? Qul nə qədər öz qəlbində bir şey gizlədərsə, labuddur ki, onun qəlbindəki olan şey zahirə çıxsın, meydana çıxsın. Çünki İbn Teymiyyə rahimehullah buyurur ki, zahir ilə batin bir-birinə bağlıdır. Zahirin doğru olması yalnız qəlbinin doğru olması ilədir. Həsən Əlbəsri rahimehullah buyurur ki, iman nə arzu etməklə, nə də ki bəzənməklə olur. Yəni bəzənmək olmur. İman qəlbdə sabit olub əməllərin onun təsdiqləməsidir. Həmçində fayda odur ki, insan daima nə etməlidir? Öz qəlbinə maraqlamalıdır, qəlbin islahı ilə maraqlamalıdır. Çünki niyə görə? Çünki qəlb düz olarsa, insanın dili də düz olar. Yəni qəlblə dil hamısı bir-birinə bağlıdır. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qulun qəlbi düzgün doğru olarsa, onun imanı da doğru düzgün olar. Əgər qulun dili doğru düzgün olarsa, onun qəlbi də doğru düzgün olar. Bu da onu göstərir ki, nədir? İnsanın dili və qəlbi ilə bir-birinə bağlıdır və insan qəlbinin fəsad olmasından, xəstə olmasından, zülmət, şübhə və şəhvətlər hissəsindən olmasından qorxmalıdır. Yəni qul həmişə nə etməlidir? Qəlbini mühafizə etməlidir. Qorxmalıdır bu şeylərdən. Niyə görə? Allah Resulü sallallahu aleyhi və səlləm belə bir möhtəşəm bir hədisi var. Ne demişdir ki, möhtəşəm bir hədisində ki, fitnələr qəlblərə həsirdə sıralanan, ard-arda sıralanan, yəni çubuqlar kimi gələr. Fitnələr qəlblərə həsirdə olan, yəni sıralanan, ard-arda sıralanan çubuqlar kimi gələr. Hansı qəlb fitnələri qəbul edərsə, həmin qəlbə qara nöqtə düşər. Hansı qəlb fitnələri qəbul etməzsə, inkar edərsə, o qəlbə ağ nöqtə düşər. Nəticədə qəlblər iki qisim olar. Birinci qisim olan qəlb ağ saf daş kimi, göylər və yer durduqca fitnələr ona zərər verməz. Digər qəlb isə qara, bulanıq və tərsinə çevrilmiş qab kimidir. Nə yaxşılığı tanıyar, nə də pisliyi inkar edər. Yalnız nəfsi istəyinə, havasına uyduğu şeyləri bilər. Və bu da onu göstərir ki, insan qəlbinin islahına çalışmalıdır. Qorxmalıdır qəlbinin fəsad olmasından, xəstə olmasından və qəlbini mühafizə etməlidir daima, hər zaman. Və Ömər ibn Abdüləziz rahimehullah demişdir ki, axirətinizi islah edin, dünya siz üçün islah olar. Batininizi islah edin, aşkarınız islah olar. Allah bütün insanları toplayacaq və qəlblərdə olan ortaya çıxacaqdır. Necə ki, Uca Allah öz kitabında buyurur ki, يَوْمَ تُبْلَ السَّرَائِرِ buyurur ki, o gün qəlblərdə olan sirlər aşkar olunacaqdır. Həmçində Allah Azze Celle öz kitabında buyurur ki, وَحُصِّلَ مَا فِي الصُّدُورِ o sinələrdə, qəlblərdə olanlar aşkar ediləcəyi zaman. Bu ayə göstərir ki,
qulun həm kiçik əməlləri, həm də böyük əməllərinə görə qul hesaba çəkiləcəkdir. Ona görə də hər bir insan, hər bir qul, yəni kiçik əməlləri xırda görməməlidir. Kiçik əməllərə də fikir verməlidir. Böyük əməllərə də fikir verməlidir ki, qul həm kiçik əməllərinə görə də, böyük əməllərinə görə də hesaba çəkiləcəkdir. Və Adəm övladlarının içərisində ən təmiz qəlbi olan kəs Allah Rasulü sallallahu aleyhi və səlləmdir. Necə ki, Abdullah ibn Məsud radiyallahu anhu deyir ki, uca Allah yəni qullarının qəlbinə baxdı və Muhammədi seçdi sallallahu aleyhi və səlləm və onu risaləti ilə göndərdi. Elmi ilə onu xüsusi seçib ayırdı. Sonra insanların yenə qəlbinə baxdı, sahabələri seçdi və sahabələri bu dinin yardımçıları və Peyğəmbərin vəzirləri etdi. Möminlərin yaxşı gördüyü şey Allah qatında da yaxşıdır. Möminlərin pis gördüyü şey isə Allah yanında da pisdir. Ümumi olaraq dəyərli qardaş bacılarım, bu hədisdən ümumi olaraq fayda onu götürür ki, yəni Allah bizə halalı da, haramı da açıqlamışdır. Bu da Allahın bizə olan rəhmətindən və lütfündəndir. Həmçinin faydalarına odur ki, insan şübhəli şeydən çəkinməlidir. Çünki varanın əhəmiyyəti və fəziləti vardır. Çünki vara dindir və imandır. Vara nədir? Dedik ki, şübhəli şeylərdən çəkinmək. Bu şəriət qadağan olan şeyləri mübah olan, yəni mübah olan şeylərdən önə çəkmişdir. Ona görə insan daima varaya diqqət etməlidir. Həmçində bu hədisdə dinin və irzin, namusun qorunmasına təşviq vardır. Həmçində bu hədisdə qiyasın icazə olmasına, misalla çəkib insanları başa salmağa icazə var. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm misal olaraq çəkdi ki, yəni çoban öz mal-qarasını qoruğun ətrafında otarır, ora qorxur ki, ora düşər. Bu misallarını çəkməklə, yəni nədir, bizə başa salırdı və bu insanlara da icazəli ki, misal çəkərək insanları başa salsın. Həmçində insan qəlbinə və ixlasına diqqət etməlidir və şübhəli şeylərə düşmək, çünki insanın qəlbinə təsir edir. İnsan şübhəli şeylərdən çəkinməlidir və bəzi insanlar var ki, şübhəli şeyləri bilir, bəzi insanlar var ki, şübhəli şeyləri bilmir. Və bizim üzərimizə düşən nədir? Şübhəli şeylər barəsində daima elm əhlinə qayıtmaq. Yəni, Azərbaycandadırsa, Azərbaycanda olan salamat tələbələrimizə, Mədinə tələbələrinə, digər yerlərdə olan salamat tələbələrə qayıtmaqdır. Və elm əhli də alimlərə qayıtmalıdır, şübhəli şeyləri soruşmalıdır. Həmçində qul, yəni qəlbin fasad olmasından, yəni fasad edici şeylərdən qul həmişə uzaq dayanmalıdır. Bu hədis həmçinin dəyərli qardaş bacılarım, bu hədisdə o kəslərə rəddiyə vardır. Kimlərə rəddiyə vardır? O kəslərə rəddiyə vardır ki, o deyirlər ki, bizim qəlbimiz təmizdir, biz ibadət etməsək də olar. Bəzi insanlar var ki, eşidirsiniz, deyirlər ki, mən tək insanın qəlbi təmiz olsun, ibadət etməsən də olar, insanın qəlbi təmiz olsun. Bu insanlara bu hədisdə rəddiyə vardır. Rəddiyə nədir? Rəddiyə odur ki, əgər insanın qəlbi təmiz olarsa, onun zahirində, əməlində görsənməlidir. Niyə görə? Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem nə dedi? Dedi ki, bir bədəndə bir ət parçası var, yəni ürək, yəni qəlb, yəni o ət parçası yaxşı olarsa, bütün bədən yaxşı olar. Əgər o ət parçası korlanarsa, bütün bədən korlanar. Əgər insanın qəlbi təmizdirsə, onun əməllərində göstərib Allahı zəlil olmalıdır, Allah'a ibadət etməlidir, Allah'a yəni qulluq etməlidir. Əgər sənin qəlbin korlanıb ki, korlanarsa, nə deyirsən, Allahı ibadət etməyəcəksən, Allah'a zəl olmasan. Hansısa bir insan deyirsə ki, sən qəlbim təmizdir, ibadət etməsən, o insan yalan danışır və o insan iddiasında yalançıdır. Niyə görə? Əgər sənin qəlbin təmiz olsaydı, sən əməllərində onu göstərməliydin. Çünki necə ki İbn Teymiyyə rahimehullah deyir ki, insanın zahiri ilə batini bir-birinə bağlıdır. Yəni insanın batini necədirsə, onun əməllərini o da göstərəcək. Əgər sənin qəlbin təmizdirsə, o zaman öz zahiri əməllərinlə Allah'a ibadət edib bunu göstərməliydin. Və bu da hədisdə nədir? O insanlara bu şeydə rəddiyə vardır. Və Allah subhanahu ta'ala dua edirəm ki, bu dərsimi hər bir müsəlman üçün xeyirli və faydalı etsin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə ən əstəğfiruka və atubu ileyk.